Az önce bu ərazidə mən maşından düşdüm və yolu qarşı tərəfə, yəni bu görünən qarşı tərəfə keçmək üçün yol axtarmağa başladım. Amma təəssüflər olsun ki, sağa sola baxdığım zaman, indi siz də görəcəksiniz, piyadaların keçməsi üçün hər hansı bir nişan gözə dəymir. Sol tərəfdən də keçmək üçün heç bir imkan yoxdur. Və təbii ki, bütün bu ətrafı müşahidə etdikdən sonra bu qərara gəldim ki, yolu keçmək üçün yəqin ki, burada qarşıda sadəcə olaraq yolun üzərindən keçməyə məcburum. Və biraz irəli gedib yolu keçməyə başladım. Qarşı tərəfdə duran polis nəfərləri məni saxladılar və cərimə etdilər. Heç bir etiraz etmədən cərimə üçün sənədimi təqdim etdim. Müvafiq cəriməni yazdılar və mən o cəriməni ödəyəcəyimi bildirdim. Amma diqqətlə baxılanda, əslinə qalanda o cərimənin ödənilməsi üçün heç bir əsas yoxdur. Sadəcə olaraq sağ tərəfdə yeraltı keçidin olduğunu əsas gətirərək məni cərimə etdilər. Mənsə onlara izah etməyə çalışdım ki, bu sağ tərəfdə keçidin olması metroya giriş göstəricisidir. Və təbiidir, bəzi yerlərdə də metroya girişlər yeraltı keçid kimi istifadə olunur. Sadəcə mənim kimi təsadüfən belə bir yerdə maşından düşmüş adamın oranı bilməsi mümkün deyil. Çünki ilk dəfə buraya gəlmiş adam təsəvvür yaxud da ki, ağlına gətirə bilməz ki, doğrudan da hansısa tərəfdə bir metro üçün yeraltı keçid var, oradan həm də digər tərəfə keçmək üçün istifadə etmək olar. Bunun üçün bura nişan qoyulmalıdır bu əraziyə və istiqamət göstərilməlidir. Amma göründüyü kimi heç bir nişan yoxdur, heç bir istiqamət göstərilmir və burada keşik çəkən polislər də vətəndaşları saxlayıb qanunsuz yolu keçdiyinə görə cərimə eləyirlər. Bu yolla bu adamlar iddia eləyirlər ki, qanunların təminatını həyata keçirirlər. Amma mən düşünürəm ki, bu qanunların təminatı deyil, sadəcə olaraq vətəndaşların cibinə girməkdir, vətəndaşları soymaqdan başqa bir şey deyil. Polislər hazırda gördüyünüz bu ərazidə idilər, amma mən çəkilişə başlayan anda onlar maşını sürüb buradan çəkilib getdilər. Yəni, axıra kimi dayanmadılar ki, biz onları da çəkib sizə göstərək. DYP maşını idi və mən bilmirəm, DYP maşını piyadaları da cərimə edə bilərmi və yaxud edə bilməzmi, amma dəxli yoxdur. Əsas məsələ odur ki, çıxış yolu kimi məhz bu ərazidə, yəni Gənclikdəki McDonald'sın qarşısından sağa doğru piyadaların bir yeraltı keçiddən istifadə etmə imkanını bildirən nişan qoyulmalıdır. Bu nişan qoyularsa, bəli, insanlar sadəcə olaraq qanunsuz şəkildə yolu keçməyə məcbur olmayacaqlar və bu da cərimələrin olmamasına gətirib çıxaracaq. Amma bir daha qeyd etmək istəyirəm ki, bu adamlar problemi kökündən həll etməkdə maraqlı görünmürlər. Görünsəydilər, o nişanı qoyub piyadaların yolu keçməsi üçün əvvəlcədən xəbərdarlıq şəraiti yaradardılar. Ümumiyyətlə, Bakının əksər hissələrində bu problem mövcuddur və problemin həlli ilə bağlı heç kim də heç bir addım atmaq istəmir. Yəni, piyadaları tutub yolun ortasında cərimə eləyirlər ki, qanunsuz yolu keçdin, amma sağa sola baxanda əksər yerlərdə piyadaların keçməsi üçün hər hansı şəraitin olmadığı da görünür. Təbiidir ki, piyadaların qanuni şəkildə yolu keçməsini təmin etmək istəyən şəxslər və dövlət qurumları hər şeydən əvvəl gərək piyadaların keçə biləcəkləri yerləri müəyyənləşdirsinlər, bunun üçün şərait yaratsınlar. Ona görə də mən düşünürəm ki, bu vaxta qədər edilən cərimələrin böyük əksəriyyəti qanunsuzdur. Şəxsən mən də bu cəriməni ödəyəcəm, amma bu videonu da ona görə çəkirəm ki, sadəcə olaraq insanlarımıza qarşı müvafiq strukturlar bu qədər sayğısız davranmağı dayandırsınlar. Çağırışım bundan ibarət ki, öncə piyadaların normal keçməsi üçün bütün küçələrdə, bütün şəhər ərazisində şərait yaradılsın, ondan sonra cərimə ilə bağlı danışmaq olar. Əks təqdirdə sizin tətbiq etdiyiniz cərimələr qanunsuzdur, əsassızdır və vətəndaşlara qarşı soyğunçuluqdan başqa bir şey deyil.